Sonra gəlir, müəllif buyurur ki, əl-əməlu bihi. Yəni, elmə əməl eləmək məsələsi gəlir burada. Birinci elm, ikinci də gəlir elmə əməl. İnsan qəbrində soruşulacaq. Yəni, elm barəsində, yəni Allah haqqında, Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində, İslam dini haqqında və Allahın qatında isə, Allahın huzurunda isə əməl haqqında soruşacaq. Aldığı elmə, yəni əməl etdinmi? Vəl-ilmu vəl-əməl mütəlazimən. Elmlə əməl nədir? Bərabərdir. Yəni, bir-birinə bağlıdır, ayrı ola bilməz. Elm ayrı, əməl ayrı yoxdur. Elm, əməl bunlar bir yerdədir. Fələ buddə lil-abdi minəl-əməl və lə buddə lil-əməl minəl-ilm. Ona görə elm varsa, elm öyrəndiyin şey əməl mütləqdir. Əməl də nədir? Elmə ehtiyacı var. Yəni, nə elmsiz əməl yoxdur, nə əməlsiz elm. Bir yerdədir bunlar. Kim bunların birində xələl eləyərsə, ya elmdə, ya əməldə, xələl olsa, artıq nədir? Xüsrana uğrayar, ziyana uğrayar. Və mən kənə əməluhu bilə ilm, yenə həmçinin əməli olmayan elm, elm olmayan əməl, və qalibul həl ənəhu yəquduhu iləl bidə. Yəni, insan əməl eləyir, amma elmsiz. Bu, bunu nəyə gətirəcək? Bidətə gətirəcək, şirkə gətirəcək. Keçən dərslərdə dedik də, adam nədir? Elmsiz əməl eləyən elə bilir ki, gözəl iş görür, gedir 2 dənə qoç alır ki, mən bunu dedim, savab iş görüm. Aparıb pirdə kəsir. Çünki elmsiz əməl eləyir. Əksinə nədir? Onun elmsiz əməli nədir? Allahın qəzəbinə gətirən bir, yəni Allahın qəzəbinə gətirib çıxardacaq. Ona görə sırat-ül müstəqim nədir? Sırat-ül müstəqim doğru yol, hansı yol? Elm və əməllə olan yoldur. Sırat-ül müstəqim. Yəni, bu sırat-ül müstəqim nəbilərin, peyğəmbərlərin yoludur. Hansı yol? Hansı ki, elmlə və əməllə olan bir yoldur. Və ümmətlər bu məsələdə, acmaqların məsələsində deyir, elə ümmətlər var ki, bildilər və əməl etmədilər. Və Allahın onlara qəzəbi tutdu. Kimlər də olar? Bilib əməl eləmədilər. Yahudilər. Allahın da onlara qəzəbi tutdu. Yəni, elmləri var idi, əməl eləmədilər. İstəyir tam külliyən, tam şəkildə əməl etməsinlər, istəyir cüzi məsələlər. O da nədir? 6-cı günü, belə deyək, ov eləmək olmaz. Bunlar nə edirdilər? Cümə günündən atırdılar o, nədir? Toru quraşdırırlar, bir də götürürlər birinci günü. Bazar günü. Yəni ki, biz 6-cı günü eləmirik. Bilirdilər, amma əməl eləmək, əməl sayılmır o. O, sən dini və əməl eləmək sayılmır. Sən elmin var, bilirsən. Amma burada neyinsən? Hilə işlədirsən. Və yaxud peyğəmbərləri öldürmək. Peyğəmbərləri öldürürlər onlar. Bilirdilər ki, peyğəmbərlərdirlər. Amma onunla belə neyini öldürürlər onları. Əv kənə zəlikə bitariq təvil və yaxud təvil yolu ilə və yətəəvvəlunə mə alimuhu, yəni öyrəndiklərini təvil eləyirlər hilə ilə. Misal olaraq Allah Teala Quranda buyurur ki, fədxulul bəbə succədən və qulu hittə. Nədir? Səcdə eləyərək daxil olun, qapıdan səcdə halında daxil olun və nə deyin, yəni və qulu hittə, hittə mənası nədir? Bağışla Rəbbimiz, yəni Allahdan bağışlanma diləyərək, yəni daxil olun. Səcdə ilə Allahdan bağışlanma diləyərək. Bunlar nə deyirlər? Bunlar hitta sözünü hinta deyirlər. Hinta da nədir? Buğda mənasını verir. Və yaxud onlara piy haram idi da, bu şeyvanların piyləri yahudilərə haram idi. Nə edirdilər? Yaxşı, haramdır, biz onu yemirik istədik. Onu düzəldib, qəşəng upakovkalayıb satırdılar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah yahudilərə lənət eləsin. Onlara Allah Teala şuhum deyirlər, o piyləri haram etdi. Onlar nə edilər? Satdılar. Onu yəni satışa çıxartdılar, satdılar. Və bilin ki, Allah bir şeyi haram eləyibsə, ondan gələn gəlir də haramdır. Peyğəmbər sallallahu əleyhi və səlləm. Bir şey haramdırsa qaydadır. Bir şey haramdırsa, təbii ki, ondan gələn gəlir də haramdır. Və səvə kənə tərkil əməl bil i'rad əl-asli, ona görə fərqi yoxdur. İstəyirsən tam şəkildə əməl eləmə, dini bilirsən, haqdır, amma əməl eləmirsən, üz döndərirsən və yaxud təvillə üz döndərsən, elə deyək, hilə ilə, necə ki, bayaq dedim, yəni cümə günündən toru atırdılar,
Bu da tərk eləməkdir, əməldən üz döndərməkdir. Və yaxud hiylə ilə, və yaxud təvillə. Və huvə tariqul məğdub aleyhim. O da nə hansı yoldur deyir bu yol? Bu, qəzəbə duçar olanların yoludur. Bilib əməl eləməmək. Və həulayhumul yəhud və mən şəbəhum. Və bunlar yahudilər və onlara bənzərlərdir. Yahudilər kimi əməl eləyənlər, yəni adam bilir haqqı, nə edir? Haqqı bilir, bilə-bilə, onun əksini eləyir. Onun əksini, bu artıq nədir? Ona da pay var. Məğdub əleyhim, qəzəbə düşər olan. Ona görə biz Fatihə surəsində nə deyirik? İhdinas sıratal müstəqim, bizi doğru yola yönəlt. Sıratal ləzine ən'amtə əleyhim. Yəni, neymət verdiyin kəslərin yoluna. Neymət verilən kəslər kimlərdir? Peyğəmbərlərdir. Qayril məğdubi əleyhim. Qəzəbə duçar olanların, yəni yahudilərin. Vələd-dalin və azmışların yox. Onlar da kimlərdir? Nəsranilər. Nəsranilərin məsələsi nədir? Onlar elmsiz əməl eləmək. Olan problemləri budur. Elm yox, elmsiz şəkildə əməl elədir. Və burada azdılar. Və neçə-neçə deyir, xeyr istəyənlər vardır ki, azıblar. Xeyr istəyir, amma nə edir? Elmsiz şəkildə bunu etdiyi üçün nədir? Azır. Əlləzi la yettəbi'un nəbi sallallahu aleyhi ve sellem yadillu və yəşqa. Kim ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmursa, artıq nədir? O, azar, azıb və azğınlıqdadır və bədbəxtdir. Və xeyri bilə bilməz o. Xeyri bilə bilməz. Çünki xeyr ancaq Peyğəmbərlər yolu ilə bilinir. Peyğəmbərlərin yolu ilə öyrənsən xeyri. Və kim ki, sünnədən uzaqlaşırsa və xeyir istəyir, gedir nətər gəldi əməl eləyirsə, bu kimlərə bənzəyir? Nəsranilərə. Nəsranilər kimi əməl eləyir. Çoxlu əməl eləyir, amma o əməlin heç bir faydası yoxdur. Əksinə, ona ziyanı var. Və min zəlikə ənəhum ibtədəu ər-rəhbəniyyə. Misal olaraq, xristiyanlar, nasranilər rahibliyi icad elədilər. Rahibliyi çıxartdılar ki, dində rahiblik. Evlənməmək, eləməmək, belə şeylər. Halbuki onlardan belə bir şey tələb olunmamışdı. Elə bir şey yox idi onların şəriətində, rahib olmaq. Bu nədir? Onların hava və istəklərinə tabe olmaqdır. Yəni, ibadət eləmək istəyir, xeyir iş görmək istəyir öz aləmində. Nə edir? Rahiblik. Nə evlənmir, nə eləmir. Rahibəm, Allaha xidmət eləyirəm. Belə bir şey yoxdur. Allah Teala da onları Quran-ı Kərimdə məzəmmət eləyir. Və buyurur ki, rahiblik haqqında. Rahiblik isə onlar özləri icad etdilər, deyir Allah Teala. Rahiblik isə onlar özləri icad etdilər. Biz onu vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Hədis surəsi 27-ci ayə. Niyə elədilər bunu? Allahın rızasını axtarırdılar. Elmsiz, xeyir istəyir. Normalda xeyir istəyir, elə deyilmi? Çünki bunu rahibliyi nəyə görə ixtira elədi? Allahın rızasını qazanmaq üçün. Amma elmsiz şəkildə. Peyğəmbərin yolu ilə getmədilər öz peyğəmbərlərinin. Və nə oldu? Heç orada da düzgün, yəni belə deyək, yönlü əməlləmədilər. Və misal olaraq onların elədiyi feillərdən və min zəlikə fi'luhum fi oruc məsələsi. Bilirsiniz ki, oruc onlara da vacib olub, bizə də vacib. Düzdürmü? Bizim ümmətə də o əvvəlki ümmətlərdir. Neçə gün tuturlar orucu? 50 gün. Amma neçə gün var? Bir ay. 30 gün. 30'u elədilər 50. Və kənə siyam yətihim fi vakt sayf. Sonra oruc yay vaxtına gələndə görürlər ki, çətindir, istidir. Nə edilər? Keçirdilər qışa. Sərin olsun. Və əmmə əl-vasat. İndi gəlir orta ümmət. Kimdir? Muhammed sallallahu aleyhi ve sellem ümməti. Orta ümmətdir. O da nədir? Doğru yol. Sıratul müstəqim. Peyğəmbərlərin yolu. Ələ və huvə əl-cəm'u beynəl-əməl vəl-ilm. O da hansı haqq yol, hansı yoldur? Elmlə və əməllə, elm əməli cəm eləmək. Yahudlər elm var, əməl yoxdur. Xristiyanlar, Nəsranilər, əməl var, əməl eləyirlər öz aləmlərində, amma elm yoxdur. Müsəlmanlar, haqq əhli, sırat-ül müstəqimdə olanlar kimlər? Elm əməli cəm eləyənlərdir. Ona görə sələflər həmişə elmlə əməli cəm eləyərdilər.
Abu Abdurrahman Es-Sulemi buyurur ki, Həddəsənəl-ləzīnə kənu yuqriuna, yəni sahabələrdən, bizə oxuyanlardan, yəni o qari olub da, düzdür. Həddəsənəl-ləzīnə kənu yuqriunənə ennəhum kənu yestəqriuna minən-nəbi sallallahu əleyhi və səlləm. Yəni onlar sahabələr haqqında danışır. Sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləmdən ayə götürərdilər də, düzdür, öyrənərdilər. Fəkanu izə təalləmu 10 ayət, 10 ayə öyrənəndən sonra nə edirdilər? Dayanırdılar. 10 ayətə gedib əməl edirdilər, sonra yenə gəlib 10 dənə ayə götürürdülər. Yəni az-az. Şərt deyil çox bir dəfəyə öyrənəsən, yox. Az öyrən, amma əməl elə. Və həzi tərbiyyətün Nəbi sallallahu aleyhi və səlləm li sahabətihi, və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri tərbiyələndirməsi idi. Fəkənə sahabət Rasulullah sallallahu aleyhi və səlləm izə təalləmu minhu 10 ayət akəfu alə tədəbbürihə və aləl-əməl bihə. Sahabələr Peyğəmbərdən sallallahu aleyhi və səlləm 10 ayə öyrənəndən sonra nə edirdilər? Tədəbbür edirdilər, əməl edirdilər 10 ayətə. Fələm yücəvizuhə həttə yətəalləmu mə fiyhə və ya'məlu bihə. 10 ayəni keçməzdilər ta ki 10 ayəni öyrənməyincə, əməl etməyincə. Yəni 10 ayəni tam başa düşməyincə, əməl etməyincə digər ayələrə keçməzdilər deyir. Və elmlə əməli cəm eləyərdilər. Və bu da doğru yoldur. Və ona görə deyir ki, insan vəl-abdu izə alimə səyusəl beynə yedəyillahi an amelihi. İnsan öyrəndiyi zaman, o öyrəndiyi elm barəsində Allah qarşısında soruşulacaq. Necə əməl elədin? Əməl etdinmi? Və ona görə də bu suala Allah səndən soruşacaq. Bu suala indidən cavab hazırlamalısan. Cavabı necə hazırlayırsan? Əməlinlə. Birincisi, Allaha dua eləməklə ki, sənə müvəffəq eləsin, əməl etməyə. İkinci, sənin əməllərinlə sən cavab hazırlayırsan bu suala. Çünki hədisdə bilirsiniz ki, keçən dərslərdə də bu hədisi oxuduq, səhv eləmirəmsə, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Lə təzulu qədəmə abdin yevməl qiyaməti hatta yus'alu an umrihi fima afnah." Yəni qulun ayaqları aralanmaz, yəni getməz. Qulun ayaqları tərpənməz, yəni getməz, yanar. Ta ki bu şeylərdən soruşulmayınca. Birinci nə? Ömrü haqqında soruşulacaq. Ömrünü harda keçirtdi? Bu bir. Və an amalihi fima fa'ala, əməli barəsində. Və an ilmihi fima fa'ala, yəni elmi haqqında. O elmlə nə iş gördü, nə etdi? İkinci sual. Elmlə nə etdin? Malı haqqında hardan qazandın, hara xərclədin? Mütləq soruşulacaqsan. Və bədəni haqqında, Allahın verdiyi bu cisim, bu bədən haqqında onu nəyə istifadə elədin? Deməli, birinci sual nədir? Ömrün haqqında. Bu suallara cavab verməmiş, ayağın tərpənməz. Yəni, oradan ayrılmazsınız. Ömrün haqqında, elm haqqında ki, o elmlə nə əməl elədin? Sonra mal haqqında, hardan qazandın? Tək o deyil, hardan qazandın? Haraya xərclədin? Nəyə xərclədin? Bu da soruşulacaq. Bir də nədir? Sənin cismin haqqında. Bu can sənə əmanətdir. Nəyə istifadə elədin bunu? O barədə soruşulacaqsın, hamısı barədə. Hədis Tirmizdə gəlir. Bu əzəmətli bir gündə bu suallar veriləcək insana. O gün ki, yəni insanın qəlblərini titrədəcək. Yəni dəhşətli bir gündür. Xatırlayın, Həcc surəsinin 1-ci ayəsini oxumaq, baxın, oradan o ayəni oxumaq kifayət eləyər. Ey insanlar, Rəbbimizdən qorxun. Yəni o günün dəhşəti, yəni zəlzələsi, dəhşətli bir gündür deyir Allah Teala. Nə deyir? Deyir, hər bir uşağını əmizdirən, uşağını atacaq. Yəni hamilə qadın uşağına salacaq, uşağını əmizdirən belə. Və orada bir məqam var. Deyir ki, körpə uşaqların saçları ağaracaq. Sonra nə deyir? Allah Teala buyurur ki, və insanları sərxoş hesab eləyəcəksən. Amma onlar sərxoş deyirlər. Dəhşətli bir gündür. Və bu gündə insan sorğu-sual olunacaq. Yəni, hər bir etdiyin əməl haqqında soruşulacaqsan və mütləq bu şeylərdən mütləq soruşulacaqsan, bu 4 şeydən. Yəni, bunlardan soruşulmamış, yəni, heç kəsə sıra gedməyəcək. Ömrün, əməl
qazancın nəyə xərclədin? Bir də bədənin haqqında. Bədənin də haqqı var. وَلِهَذَا كَانَ أَبُو الدَّرْدَى يَقُولُ Əbu Darda deyərdi ki, mən qorxuram deyir, İnnəmə əxşə min Rabbi yevməl qiyamə. Yəni qiyamət günü Rəbbimin qarşısında məni çağırar və deyər mənə ki, Ya Uaymir fəəqul ləbbeyk ya Rabb. Məni çağırar, mən də deyərəm, Ləbbeyk ya Rabbim, qarşındayam. Fəyəqul mə amiltə fīmə alimt. Bildiyinlə nə əməl etdin? Və bu gündən deyir Əbu Darda radiyallahu anh, mən dəhşətli qorxuram bu dəhşətli gündə ki, məni çağırar və məndən soruşar ki, yəni nə əməllədin? Bildiyi və nə əməl etdin? Və bu əzəmətli bir sualdır. Biz qorxmalıyıq bu sualdan, deyir şeyx. Və bu sualın cavabına hazırlaşmalıyıq. Və faydalı elm, vəl ilmun nafi huvəl-ləzi yekunu ma'ahu el-aməl. Faydalı elm nədir? Əməllə bərabər olan elmdir. Və bu faydalı elmdir, deyir. Amma əməldən xali olan elm var, amma əməl yoxdur. Bu nədir? Heç bir faydası yoxdur. Əksinə sənə ziyanı var. Və kənə min duayı Nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı edərdi, belə dua edərdi. Allahumma inni a'udhu bika min ilmin la yenfa'. Allahım, fayda verməyən, faydasız elmdən sənə sığınıram. Fəkən Nəbi sallallahu aleyhi və səlləm yüstə'adu billahi minəl ilmilləzi la yenfa'. Peyğəmbər sallallahu aleyhi və səlləm fayda verməyən, faydasız elmdən Allaha sığınardı. Əl-ilmullezi la yenfa'u huvəl-ləzi la yekunu ma'ahu aməl. Fayda verməyən elm hansı elmdir? Əməlsiz olan elmdir. Fəidə xalil ilm minəl əməl fəinnəhu la yenfa'u sahibuhu. Yəni belə olduğu təqdirdə elmsiz əməl, əməlsiz elm o sahibinə fayda verməz. Və müsəlman dili ilə və əməli ilə bu şeydən Allaha sığınmalıdır. Dili ilə, yəni dua etməklə, necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem dua edib, faydasız elmdən Rəbbim sənə sığınıram. Əməlinlə də necə? Əməlinlə sığınmalısan o gün. Yəni əməl etməlisən, əməl etməyinlə. Və kim ki bilir, əməl eləmir, şiddətli cəza gözləyir onu. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əteytu leylətə usriyə bi alə qavmin tuqradu şifəhuhum bi məqarid. Yəni, İsra gecəsində insanlar göstərildi mənə, elə insanların yanına gətirildim ki, onlar nədir? Oddan qayçılarla ağızlarını, dodaqlarını kəsirdilər. Oddan qayçılarla. Kulləmə quridət vəfət. Hər dəfə oddan o qayçılarla kəsildikdə təzdən yerinə qayıdırdı. Təzdən dodaqlar qayıdırdı öz yerinə. Və belə davam eləyir. Dedim ki, ey Cəbrail, bunlar kimlərdir? Deyir ki, xutabau min ümmətik. Bunlar ümmətin xatibləridir. Əl-ləzīnə liyəqulunə mə lə yəf'alun. Yəni, özlərinin əməl etmədiyi şeyləri danışanlar. Ümmətin xatibləri. Və yəqrauna kitaballah və lə yə'məlun. Allahın kitabını oxuyurlar, amma əməl eləmirlər. Və bunu Beyhəqi gətirib, Şuab-ül İman və Şeyx Albani Həsən deyir bu hədisə. Və hədə dəlilun alə ənə adəmil əməl bil ilm kəbirə min kəbəyirətunu. Bu da nəyin göstəricisidir? Elmə əməl etməmək böyük günahlardan bir günahdır. Biz dedik ki, kiçik günahlar var, böyük günahlar var. Böyük günahın tərifində nədir? O günah ki, kim deyər tərifi? Böyük günah necə ayıraq? Kiçik günahla böyük günah. Aha. Quran və sünnədən gəlibsə, qadağa gəlib, çox məsələn, kiçik günaha da gəlib. Əzab, lənət və dünyada həd, bunlar gəlibsə, böyük günah sayılır bu. Bu nədir? Həd, vaid deyil, əzab. Əzabla yəni, hədələyib. Deməli, nədir? Böyük günah sayılır bu. İndi bu məsələdə təfsilat var. Elmə əməl etmək məsələsində də təfsilat var. Əgər öyrəndiyin məsələ vacib bir məsələdirsə, misal olacaq namazın hökmü məsələsi və yaxud namazı cəmaatla qılmaq vacibliyi. Sən öyrəndin, bildin ki, cəmaat namazı nədir? Vacibdir. Adam var elə bir ki, namaz vacibdir və evdə qılır. Azan verilir, azanı eşidir, meçid də yaxındır, gedib qıla bilər, sadəcə bilmir ki, nədir? Meçiddə qılınmalıdır. Öyrənir ki, meçiddə qılmaq vacib imiş. Nədir? Artıq
gedib məsciddə qılmalıdır. Məsələn, ayəni oxuyur ki, "Varka'u ma'ar raki'in." Ruku edənlərlə bərabər ruku edin. Əmrdir, düzdür? Əmrdə nəyə gərəkdirir? Vacib olmağa gərəkdirir. Yəni vacibə dəlalət eləyir. Bir məsələnin vacib olmasına. İstəyir haram məsələsində, çəkinmə məsələsində, istəyir əmr məsələsində bir hökmü öyrəndinsə, artıq əməl etmək sənə vacibdir. Öyrəndin ki, cemaat namazı məsciddə yəni vacibdir qılınması, azanı eşidirsənsə, gedə bilirsənsə, bu ayəni oxudun, sonra bu hədis gəlir burada ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir kör kişi onun yanına gələndə deyir ki, ya Rasulullah, yəni adam tapanmıram ki, məni məsciddə aparsın. Allah Rəsulü sallallahu əleyhi və səlləmdən rüxsət istəyir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ona rüxsət verir, deyir, gəlməyə bilərsən. Madəm ki, səni gətirən yoxdur, gəlməyə bilərsən deyir. Sonra dayanır və təzədən çağırır onu. Və soruşur ondan ki, "Həl təsmə'un nidə?" Azanı eşidirsənmi? Qalə nəam. Deyir, bəli. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, "Əcib." Yəni cavab ver. Fəəcib. Cavab ver. Ona görə bu hədisdən də nə çıxır? Dəlil. Namaz, cemaat namazı vacibdir. Əgər azanı eşidirsənsə, üzür yoxdur. Kora üzür gətirmədi. Peyğəmbər sallallahu əleyhi və səlləm. Deməli nədir? Vacib. Sən bunu öyrəndinsə və namazı evdə qılırsansa, getmirsənsə, deməli nədir? Aldığın elmi əməl eləməsi təhlükədəsən. Sonra وَالْمَرْأَةُ إذا علمت أنه يجب عليها أن تطيع زوجها في غير معصية, yəni qadın öyrəndisə, ayə, hədisdə, şəriətdə öyrəndisə şəriətdə ki, ərinə itaat etmək vacibdir, Allahın asilik məsələləri xaric, yəni asilikdən xaric. Və buna əməl eləmirsə, nədir? Bildi əməl eləmir. Artıq təhlükədədir. Və vəcəbə aleyhə ən təfəalə dəlik. Yəni, o vacibdir ki, əməl eləsin. Ərinə itaat eləsin. Və kəzəlikə idə aliməl muslim bi əmr muharram. Və həmçinin müsəlman bir haram bir iş barəsində hökmünü öyrəndi ki, bu hökmü haramdır. Artıq bildinsə, nə eləməlisən? Əməl eləməlisən, çəkinməlisən. Amma əgər elm müstəhəb əməllərdəndirsə, misal üçün, öyrəndin ki, filan əməl müstəhəbdir. Vacib deyil, müstəhəbdir, yəni savabı var, tərkində də günah yoxdur. Müstəhəb bir əməldir və yaxud məkruhun tərki olsun. Məkruhdur əməl. Məkruh nədir? Tərkində savab var, etməkdə də nədir? Günah yoxdur, bəyənilmir sadəcə. Fəinəhu yustəhəbbu lil-muslim ən ya'mələ bihədəl ilm. Yəni, artıq müsəlmana nədir? Bu öyrəndiyi elmə əməl etmək nə olur? Vacib olur, yoxsa müstəhəb olur? Vacib? Yox, müstəhəb. Dedik, təfsilat var. Öyrəndiyin elm, öyrəndin ki, vacibdir hökmü, mütləq vacibdir sən əməl eləmək. Öyrəndin ki, haramdır, nə etməlisən? Mütləq vacibdir ki, çəkinəsən. Bu sənin aldığın elmə əməldir. Oxudun, öyrəndin ki, 1-ci, 4-cü günü oruç tutmaq nədir? Müstəhəbdir, savabı var. Hə? Əməl eləmədin amma. Günah var üzərində? Yox. Müstəhəblərdə günah yoxdur. Və biz deyə bilmərik ki, sən 1-ci, 4-cü günü öyrənmirsən, bilirsən hökmünü, oruç tutmursan. Oruç tutmalısan, sən axı bilirsən, elm öyrənmirsən, əməl eləməlisən. Niyə əməl eləmirsən? Müstəhəbdə olmaz belə demək. İstəyər əməl eləyər, öz işidir. İstəyər əməl eləməz. İstəsə əməl eləyər, istəməz eləməz. لأنه علم فيجب عليه العلم. Yəni sən deyə bilmərsən ki, sən artıq bildin, elm tələb etdin, bəs niyə əməl eləmirsən? Yəni deyə bilmərsən bunu. Çünki o məsələ özü özlüyündə nədir? Müstəhəbdir. Müstəhəblərə aid. Vaciblər. Vacib, hə, vacibi bilməlisən. Yəni öyrənmirsənsə əməl eləməlisən. İzə alimə bi sünniyyəti sünənir ravatib. Məsəl üçün sünnət namazları, ratibə sünnətlər. Vacib deyil, amma böyük savabı var. Allah Teala deyir, o namazları qılanları, sünnət namazlarına, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Teala ona cənnətə ev tikər. Bu da kimə aiddir? Davam etdi sürəcə bunları qılanlara aiddir. Ratibə sünnətləri. Hə, yəni biri eləmirsə, o demək deyil ki, ona ağzı cırılacaq, yəni qayçı ilə kəsiləcək, çünki aldığına yox. Ona görə deyir, şeyx deyir, təfsilat var məsələdə. Amma izə kənəl ilm bi əmr mübah, amma mübah bir əməldirsə, fəinə yubah ləhu ən ya'mələ bihədəl. Yəni, onu mübahdır əməl eləmək, yenə də vacib deyil. Vacib deyil. Və beləliklə sual. Mə hukmu əl-əməl bil-ilm. Elmə əməl etməyin hökmü nədir?
biz də deyirik ki, burada təfsilat var. Şeyx buyurur ki, təfsilat var. فَاِنْ كَانَ الْعِلْمُ بِوَاجِبْ فَاِنَّ الْعَمَلْ بِهِ وَاجِبْ. Elm, öyrəndiyi məsələ vacib hökmündədirsə, əməl etmək vacibdir. Və o qədər məsələlər var vacibdir əslində. Və o qədər məsələlər var haramdır. Görürsən ki, eləmirlər, vacibi yerinə yetirmirlər və haramdan da çəkinməyiblər. Hər bir məsələ, yəni çox məsələlər də var. Ticarət məsələsində məsələn. Ticarət məsələsində qardaşlar, yəni nə qədər günahlara düşür, nə qədər yəni məsələlərdə eləsi var, öyrənir, bilir ki, məsələ ribadır. Baxırsan ki, adamın şirkəti var. Amma riba şərtini qoyub ora. Faiz. Yəni gecikdirsin, üstünə faiz gəlir. Deyir ki, mən bunu elə yazmışam ki, qorxutmaq üçün. Fərqi yoxdur, o yazılıb sonra artıq o haramdır, ribadır. Amma görsən, gedib çatdırandan sonra da bu elmi biləndən sonra da nədir, əməlləmir. Qalır o yerində. O şərti götürmür. Nəfsinə uyur, neyir? Bu təhlükədir bu arada. Və sonra isə burada məsələ gəlir dəvətü ileyhi. Yəni dedik ki, elm, əməl, sonra nə gəlir? Dəvət. Dəvətdə dayanaq inşallah gələn dərsimizdə bu öyrəndiyimiz elmə, məsəl üçün əməl etdiyimiz elmə dəvət məsələsinə toxunacağıq. İnşallah bunu oxuyacağıq və doğrusunu Allah bilir. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illə ente, estəğfiruke və etûbu ileyk.